Yaxşı. Deməli uşaqlar, bugünkü dərsimiz məstərdir. Məstər təsriflənməyən feillərin biridir. Ümumiyyətlə, belə deyək, təsriflənən və təsriflənməyən feillərin fərqli cəhətlərini keçən dəfə danışdıq, dedik. Nədir fərqli cəhətləri? Bir, şəxsə görə, iki, zamana, üç, kəmiyyətə görə dəyişmək və təsriflənən feillər cümlədə yalnız feili xəbər olduğu halda, təsriflənməyən feillər cümlədə ismi xəbər olurlar. Bu məsələ var. Ümumi olaraq, təsriflənməyən feillərin üçünün də ortaq cəhəti nədir? Üçü də iki nitq hissəsinin xüsusiyyətini daşıyır. Məsəl üçün, məstər həm ismin xüsusiyyətini daşıyır, həm də feilin xüsusiyyətini daşıyır. İkili xüsusiyyət daşıyırlar. Elə də feili sifət, elə də feili bağlama hərəsi iki nitq hissəsinin xüsusiyyətini daşıyır. Bunları keçdikcə deyəcəm. Və təsriflənməyən formaların şəkilçiləri qrammatik şəkilçilərdir uşaqlar. Oldu mu? Deməli, həm təsriflənən, həm də təsriflənməyən formaların şəkilçiləri qrammatik şəkilçilərdir. Amma qrammatik məna növ şəkilçiləri leksik şəkilçilərdir. Bəli. İndi belə deyək, məstər deyək ki, ismin, feili sifət, sifətin, feili bağlama zərfin xüsusiyyətini daşıyır və ona aid müəyyən xüsusiyyətləri qəbul edir. Bəs yaxşı, məstər həm də feilin xüsusiyyətini daşıyır. Feilin hansı xüsusiyyətini daşıyır? Yəni, təsriflənən feillərlə hansı ortaq cəhətlərə malikdirlər? Bir, təsdiq və inkarda ola bilir. Məsəl üçün, oxuyur, təsriflənən feildir. Oxumur, təsriflənən feilin inkarıdır. Düzdür? Təsriflənməyən feilin. Oxumaq məstərdir, təsriflənməyən feildir. Oxumamaq yenə təsriflənməyən feilin inkarıdır. Başa düşdünüz? Biri bu. İkinci, qrammatik. Qrammatik. Nədə ola bilirlər uşaqlar? Məna növlərində ola bilirlər. Necə ki, kitab oxundu məhsul növdürsə, oxunmaq, oxunduqda, oxunan təsriflənməyən feillər də məhsul növ sayılmış olur. Necə ki, qoca qarı deyindi, qayıdış növü təsriflənən feildirsə, deyinmək, deyindikdə, deyinən təsriflənməyən feillər də nədir? Qayıdış növdədir. Demək ki, qrammatik məna növlərində ola bilirlər. 3. Ətrafına söz toplamaq. Necə ki, təsriflənən feillər cümlədə xəbər olanda, bütün cümlə üzvləri onlarla uyğunlaşırsa, onlara demək olar ki, aid olursa təyini çıxmaq şərtindən. Təsriflənməyən feillərin də ətrafında söz toplamaq xüsusiyyəti var ki, hər hansısa bir yerdə işləndikdə özündən əvvəldəki bütün sözləri özünə tabe edir və cümlədə bir cümlə üzv olur. Buna da təbii ki, indi keçəcək inşallah onda nə deyirlər? Feili birləşmələr deyirlər. Oldu mu? Bu üç xüsusiyyət həm məstərin, həm feili sifətin, həm feili bağlamanın feillə, yəni təsriflənən feillə ortaq xüsusiyyətləridir. Oldu mu? Yəni feilə aid olan xüsusiyyətləridir. İndi baxaq görək məstər nədir? Məstər ismin hansı xüsusiyyətini qəbul eləmiş olur? Məstər uşaqlar mag, məq şəkilçilərindən düzəlir. Mag, məq şəkilçilərindən düzəlir. Və bayaq da demişdim, o birisi qrupda demişdim. Feillər izahlı lüğətlərdə başlanğıc formalarında verilir və onların yanında özündən sonra mag, məq şəkilçilərini bu formada yazırlar. Niyə görə? Çünki bilinsin ki, bu nitq hissəsi olaraq feildir. Çünki amonim olanlar da var axı. Gül var, sonra dan var, elə deyilmi? Çox sağ ol. Bəli. Və məsəl üçün uşaqlar, oxumaq, yazmaq, demək, gülmək kimi biz məstərin müəyyən formalarını görə bilirik. Məstər mag, məq şəkilçi ilə düzəldiyi kimi uşaqlar, ma və mə şəkilçi ilə də düzələ bilir. Oxuma, yazma kimi ifadələr. Biz cümlədə rast gələcəyik. Dimin toplusunda, məstərin içərisində bu tip bir sual var. Məsəl üçün, deyirəm ki, onun oxumağı xoşumuza gəldi. Belə bir cümlə işlətdim. Xoşumuza gəldi nə? Onun oxumağı. Təbii ki, buradakı sözün kökü oxudur. Mag məstər şəkilçisidir. Sait gəldiyi üçün nə olubdur? Qığı əvəzlənməsi baş veribdir. Bəzi hallarda belə olur. Onun oxuması
xoşumuza gəldi. Oxuması olanda nə olacaq? Bunun mamə şəkilçisindən düzəldiyini bilməyən şagird baxacaq ki, müəllim, oxu bu inkar şəkilçisidir və mənsubiyyət bura hardan gəldi, pərçim oldu. Demək ki, bu da məstər şəkilçisidir. Bu da nə olmuş olacaq? Mənsubiyyət şəkilçisi olmuş olacaq. Başa düşdünüz? Bu kimi cümlələr qarşınıza çıxarsa, bunu qarışdırmayın. Elə olanda artıq ması məsih şəklində oxunmuş olur. Məstər ismin xüsusiyyətlərini qəbul edir. Hansı xüsusiyyətləri? 1. Hallanır. Necə hallanır? Məsəl üçün, deyək ki, yaşamaq məstərini nə edirik? İsmin bütün hallarına uyğun olaraq sıralayırıq. 1. Yaşamaq. Nə? Və uşaqlar bir şey yadda saxlayırıq ki, məstər ismin yalnız nə sualına cavab verir. Bax, dedik, ismin xüsusiyyətini daşıyır, düzdür? Amma ismin bütün xüsusiyyətlərini özündə cəmləyə bilmir. Məsələn, kim və hara suallarına cavab verə bilmir. Bildinizmi? Yaşamaq nə? 2. Bu nə oldu? Adlı hal oldu. Yaşamağın nəyin? Nə oldu? Yəlik hal. 3. Yaşamağa nə olacaq? Nəyə? Hansı hal oldu? Yönlük. 4. Yaşamağı bacarmaq lazımdır. Nəyi? Nə olacaq? Təsirlik hal. 5. Yaşamaqda. Ay, sağ ol. 6. Yaşamaqdan. Deməli, burada olacaq nədə? Burada da olacaq nədən? Bu olacaq yerlik. Bu da olacaq çıxışlı hal. Bütün halların şəkilçisini qəbul edib dəyişdiyini gördük. Hətta qeyri-müəyyən yəlik halda belə ola bilir. Yaşamaq həvəsi. Yaşamağın həvəsi. Başa düşdünüz? Ay, sağ ol. Oxumaq istəyi. Oxumağın istəyi. Qeyri-müəyyən yəlik halda belə, təsirlik halda belə işlənə bilir. Biri budur, uşaqlar. Deməli, isim hallanırsa, məstər hallanırsa, cümlədə də isim kimi müəyyən cümlə üzvləri vəzifəsində iştirak edəcək. Düzdürmü? Nə olacaq? Cümlədə əsas olaraq uşaqlar mübtəda olur, tamamlıq olur və xəbər ola bilir. Məsəl üçün, yaşamaq nədir? Gözəldir. Bəli, gözəldir. Nə yaşamaq cümlədə oldu mübtəda. Və yaxud da oxumağı sevirik. Nəyi? Oxumağı. Cümlənin nəyi oldu? Tamamlığı. Və yaxud da deyirəm ki, Nəzrinin bütün işi gücü oxumaqdır. Artıq burada nə etməkdir, yox, nədir sualına cavab verəcək və cümlənin nəyi olacaq? Xəbəri olmuş olacaq. Məstər ismin xüsusiyyətini qəbul edib xəbər olduğu üçün uşaqlar, cümlədə necə xəbər olacaq? İsmi xəbər olacaq. Oldu mu? Baxın, cümlənin sonunda məstərdir, feili sifətdir, bunlar feildir deyə bunları biz feili xəbər götürmürük. Nə kimi götürürük? İsmi xəbər. Niyə? Çünki ismin və ya sifətin sualına cavab verirlər. Başa düşdünüz? Qulaq asmaq feili birləşmə deyil. Qulaq asmaq frazoloji birləşmədir. Sonunda məstər gəlibsə, yenə də ismi xəbər olmuş olacaq. Oldu? Necə? Bəli, tamamilə doğrudur. Dərs oxumayan oğrudur. Uşaqlar, mübtəda tamamlıq xəbər oldu. Belə bir məsələ var. Məstər heç vaxt cümlədə təyin olmur. Baxın, bunu bir yerdə qeyd edin, bəlkə də konspektdə vermişəm. Təyin olmur. Məstər qoşmalarla işlənərək nə ola bilir uşaqlar cümlədə? Cümlədə nə olur? Məqsəd zərfliyi olur. Məqsəd zərfliyi. Məsəl üçün, biz bura oxumaq üçün, hazırlaşmaq üçün, yemək üçün gəlmişik. Gəlməyimizin məqsədi nədir? Oxumaq, yemək, yaşamaq və s. və s. Oldu. Məstər qoşma ilə işləndirsə nə olacaq? Məqsəd zərfliyi olmuş olacaq. İndi uşaqlar, burada bir dənə istisna vəziyyətinə rastlaşacağıq biz. Hansı vəziyyət olmuş olur? Bəzi hallarda məstər təyin olur.
Amma necə təyin olur? Bəzi qoşmalardan işlənərək. Və bu da cümlədə belə bir sual şəklində düşə bilir ki, məsələn testdə hansı cümlədə və yaxud da hansı variantda Fatih, Ümid və Umud, zəhmət olsun mübarək başınızı dik saxlayın. Hə, məsdərin özünə aid olmayan xüsusiyyəti qəbul etməsini görürük. Burada özünə aid olmayan xüsusiyyət nə olacaq? Bir, ismə aid cəm şəkilsini heç vaxt qəbul etmir. Bir də ümumi olaraq təyin olunur. Məsələn, belə bir cümlə düşə bilər. Deyək ki, çox yatmaq kimi vərdişi var. Düzdürmü? Baxırıq. Var. Nə? Onun vərdişi, yəni mənsubiyyət qəbul edib. Necə vərdiş? Çox yatmaq kimi. Baxın, məsdər tərkibi nə olmuş oldu burada? Təyin. Düzdür? Amma məsdər tərkibi cümlədə təyin olmaz. Bu demək ki, onun özünə aid olmayan bir xüsusiyyəti qəbul etməsidir. Belə sual çıxarsa qarşımıza diqqətlə baxmaq lazımdır. Başa düşdün Kənan? Gözəl. Keçdik. Üçüncü, mənsubiyyətə görə nə inir? Mənsubiyyətə görə dəyişir. Bəli, dəyişir. Necə olacaq? Götürdük məsəl üçün oxumaq feilini yenə. Bizim işimiz onsuz da oxumaqdan keçir. Oxumaq. Mənim oxumağım, sənin oxumağın, onun oxumağı. Bizim oxumağımız müəllimi qane etmədi, sizin oxumağınız qane etdi, onların oxumaqları, eləmi uşaqlar? Onların oxumaqları müəllimi qane etdi. Düzdür? Düz deyil axı, dedik axı, məsdər cəm şəkilçi qəbul eləməz. Buradan qulaq asırsınız, buradan yazıram, müəllimin səhvini tutanmırsınız. Olmaz axı belə. Üzeyir, və sən hara baxırsan? Uşaqlar, onların oxumağı. Niyə görə? Çünki məsdər cəm şəkilçisində nə işlənmir? İşlənmir, ha bala. Başa düşdün Rəşid? Rəşid nə idi? Orxan. Tamam. Bu qədər. Anladıq yəqin ki. Mənsubiyyətə görə dəyişirdi. Sonra nə olurdu uşaqlar? Dördüncü. Qoşmalarla işlənə bilir. Qoşmalarla işlənir. Onu da bayaqlarım dedim. Oxumaq üçün, oxumaqdan ötürü, oxumağa görə. Düzdürmü? Bu formada qoşmalarla işlənərək nə olur? Cümlədə dedik ki, zəfli olmuş olur. Uşaqlar, 5-ci başqa bir məsələ deyim sizə. Deməli, cümlədə xəbər olur və xüsusilə ismi xəbər olmuş olur. Amma yalnız üçüncü şəxsin xəbərli şəkilçisini qəbul edə bilir. İsmi xəbər olur, amma digər şəxslərin şəkilçilərini qəbul eləmir. Sadəcə nəyi qəbul edir? D üstü 4 şəkilçisini. Niyə görə? Çünki məsdər deyəndə əsasən cansız bir şey nəzərdə tutulmuş olur. Yəni onlara əvəz eləyir. Mən və sən şəxsə görə dəyişə bilməmişdi, axı təsvirlənən feillərdə izah eləmişdim. Mən oxumağım, sən oxumaqsan olmadığı üçün sadəcə oxumaqdır qalır. Oxumaqdır qaldığı üçün də demək sadəcə üçüncü şəxsin şəkilçisini qəbul edir. Və bu zamanda ismi xəbər olur. Vəssalam. Yəni birinci və ikinci şəxsə aid heç vaxt xəbərli şəkilçisi qəbul edə bilməz. Oldu mu millət? Başa düşdük? Gözəl. Bax görürsünüz, xüsusi olaraq vurğulayıram Hüseyin. Qulaq asın. Baxın uşaqlar, bu məsələ var. Testdə bu şey çıxacaq qarşınıza. Bunları deyirəm, evə gedirsiniz, gəlirsiniz, olursunuz lunatik. Uyur gəzər. Ya baxırsınız sifətimə, amma sanki mən heç bir şey keçməmişəm, heç nə yadınızda qalmayıb. Bəzilərinizə aiddir bu. Diqqətli olmaq lazımdır. Sonra məsdərin, uşaqlar, ümumiyyətlə təsriflənməyən feillərin tərkib əmələ gətirməsi deyə bir şey var. Məsdər tərkibi, feili sifət tərkibi, feili bağlama tərkibi deyə bir şey var. Tərkib nədir? Harda bu şəkilçini gördüksə, bu şəkilçinin işləndiyi sözdən əvvəldəki nə varsa hamısını birləşdiririk və bütövlükdə bir cümlə üzv olmuş olur. Məsəl üçün, deyirəm ki, səhərlər idman etmək, təbii ki, mağı çıxdıq buradan. Səhərlər idman etmək nədir? Faydalıdır. Düzdür? Baxın, faydalıdır. Nə? İdman etmək. Nə zaman? Səhərlər deyil. Hamısı birlikdə nə? Səhərlər idman etmək.
Sonra belə bir cümlə deyirəm, baxın. Həyatı normal yaşamağı bacarmalıyıq. Bacarmalıyıq. Nəyi? Həyatı normal yaşamağı. Olacaq nə? Nəyi sualına cavab verib? Məsdər tərkibi cümlənin tamamlığı. İndi belə bir məsələ var, uşaqlar. Bundan əvvəl bu şəkilçili sözdən əvvəldəki nə qədər söz varsa dedik, birləşdirir, tərkib əmələ gətirir. Hər zaman mı belədir? Xeyr. Burada əgər biz sözü olsaydı, birinci nəyə baxacaqdıq? Bacarmalıyıq. Kim? Biz. Mübtada xəbəri tapandan sonra bu şəkilçili sözün əvvəlində nə varsa qoşuruq ona və tərkib əmələ gətiririk. Anladıq? İndi bir iki dənə məsdər tərkibi deyə bilən uşaq çıxacaq buradan. Məsəl üçün, valideynin köməyindən və nəsihətindən yararlanmaq hər övlad üçün önəmlidir. Da indi burada nə inirik? Mübtada xəbərə baxacağıq. Önəmlidir. Nə? Baxırıq ki, məsdər şəkilçisinə baxın. Burada nə gözəl. Nə? Valideynin köməyindən və nəsihətindən yararlanmaq. Hamısı birlikdə nə oldu? Bir dənə mübtada. Alim başa düşürsən? Kim üçün önəmlidir? Övlad üçün. Hansı övlad üçün? Hər övlad üçün. Bu da təyin olmuş olacaq. İndi mən qayıdıram yuxarı. Yuxarıdakı bir cümləyə göz ataq uşaqlar. Biz həyatı normal yaşamağı bacarmalıyıq. Belə bir cümləni mən dəyişirəm. Eləyirəm belə. Necə? Belə. Həyatı normal yaşamağı, həmin yazmışdıq, bacarmaq lazımdır. İndi baxın, burada iki dənə məsdər var. Bir məsdər buradadır. Bir məsdər də buradadır. Bəs indi biz necə eləyəcəyik bunu? Lazımdır. Nə? Həyatı normal yaşamağı bacarmaq. Bəli. Məsdər tərkibinin içərisindədir. Anladın? Anladınız uşaqlar? Belə bir cümlə yazıram. Oxuyan şagirdləri qiymətləndirmək müəllimin borcudur. Vəzifəsidir. Nə olacaq bu cümlənin təhlili? Müəllimin borcudur. Nə? Oxuyan şagirdləri qiymətləndirmək. Nə gördük burada? Bir təsriflənməyən feil, yəni feili sifət, başqa bir təsriflənməyən feilin tərkibinin içərisindədir. Bu tipdə suallar düşə bilir yəni. Başa düşdünüz uşaqlar? Vəssalam. Bu da bizim məsəllərimiz. Gördüyünüz kimi o qədər belə çətin, uzun, insanın ömrünü çürüdən bir mövzu deyil.